İçkili vaxtı bir dəfə zəng vurdum, qayıtdım, dedim ki, hardasan, hara gəlim? Dedi, başın xarab olub, özüvə gəlir ki, 1 ildə ayrılmışıq. Hər içəndə yadıma düşürdü. Dəli olurdum. Bilsən nə qədər adam var, içir yadıma düşür. Kişilər ağlaya bilməyəndə ancaq oturur, dərs çəkir. Ona görə kişilərin çoxu cavan yaşda dünyadan gedir. Ayət Hidayətoğlu'nun bir dənə sonuncu şeiri var məndə. Onu ona görə sona saxlamışam ki, mənim gözümdə o şeir bəlkə də Azərbaycan tarixinin ən gözəl şeirlərindən biridir. Deyir ki, ilk baxışda xoşbəxtlik bilirdim amma məhəbbət sən demə, özləmək imiş. Dikilib yollara hər axşam səhər gəlməyən birini gözləmək imiş. Bir gözəl yarı sev, set toxunmadan. Bir gözəl yarı sev, set toxunmadan. Yanından sadəcə keç toxunmadan. Məhəbbət baxaraq heç toxunmadan uzaqdan uzağa izləmək.